Bəhruz bəy, elə ilk öncə diqqət yetirmək istərdim. Antalyada Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında görüş keçirilib xəbərini eşitdik və bu barədə prezidentin mətbuat xidməti məlumat yaydı. Maraqlıdır, görüşdə nələr müzakirə oluna bilər və eyni zamanda da bir xəbər də diqqətimizi çəkdi. O da nə oldu ki, görüşdən sonra Azərbaycan prezidenti də, Türkiyə prezidenti də eyni avtomobildə yola düşdülər. Bu nəyin təzahürüdür? Təşəkkür edirəm. Əvvəlcə ondan başlayaq ki, Azərbaycanın hər il Antalya forumunda, diplomatiya forumunda yüksək səviyyədə, ən yüksək səviyyədə iştirakı bu, bəli, Azərbaycanın eyni zamanda beynəlxalq platformalardan mütəmadi olaraq öz maraq və mənafelərimizi bir daha bəyan etmək üçün çox uğurla istifadə təcrübəsi olmaqla bərabər, həm də Azərbaycan və Türkiyə qardaşlığının Şuşa bəyannaməsi ilə yeni mərhələyə çatan Azərbaycan-Türkiyə münasibətlərinin bir daha dünyaya bəyanıdır. Yəni, Azərbaycan bütün məsələlərdə Türkiyənin təşəbbüsləri ilə birlikdə çıxış edir və yalnız biz bu təşəbbüslərin iştirakçısı və yaxud müşahidəçisi, dəstəkçisi yox, həm də bu təşəbbüslərin fəal mənbəyi kimi çıxış edirik. Xüsusən Azərbaycanın vətən müharibəsi və terror tədbirlərindən sonra bölgədə yaratdığı yeni reallıqda əlbəttə Azərbaycanın artan və güc və imkanları fonunda Azərbaycanın təşəbbüskar kimi çıxış etmək üçün həm haqqı, həm gücü, həm imkanları var. Və təbii ki, Türkiyə-Azərbaycan münasibətlərində də yeni güc əmsalı özlüyündə mühüm rol oynayır. Və əlbəttə Azərbaycan və Türkiyə arasında Şuşa bəyannaməsindən sonra yeni dövrdə, eyni zamanda Azərbaycanın diplomatik qələbələri fonunda, hərbi siyasi qələbəsinin ardınca yeni yaranan situasiyada müzakirə ediləcək çox məqamlar var. İqtisadi məsələlərdən tutmuş, regional təhlükəsizlik məsələlərinə qədər xarici siyasət kursundakı məsləhətləşməli olduğumuz məqamlardan tutmuş, regional münaqişələrdə dövlətlərimizin mövqeyinin uzlaşdırılmasına qədər və əminəm ki, söhbət və müzakirələr kifayət qədər məhsuldar keçib və əslində düzdür, konkret detallı açıqlama olmasa da dövlət başçılarının bir avtomobildə görüş sonrası hərəkət etməsi əslində verilən cavab idi. Görüş uğurlu, mövqeylərimiz davamlı şəkildə uzlaşdırılma ruhuna uyğun şəkildə davam edib və nəticə itibarilə Azərbaycan və Türkiyə Antalyadan, yəni diplomatiyanın Davosundan məqsədlərinə çatmış şəkildə, hədəflərə çatmış şəkildə və bundan sonra da birgə yürüyəcəkləri bir mesajını verməklə əslində bölgə üçün ciddi bir, necə deyərlər, siqnallar ötürmüş oldular. Antalya forumunda Cənubi Qafqazla bağlı panel iclaslarda müəyyən açıqlamaların şahidi olduq. Məsələn, Azərbaycan və Ermənistan arasında ticarət üçün potensial məhsullar siyahısı mübadilə olunub. Bunu Ermənistanın Xarici İşlər Nazirinin müavini Vahan Konstanyan Antalya forumunda bildirdi. Və maraqlıdır ki, Ermənistan və Azərbaycan arasında ticarət və iqtisadi əlaqələr sahəsində artıq müəyyən addımlar atılıb kimi açıqlamasını verdi. Eyni zamanda biz artıq Azərbaycandan benzin ixal etmişik kimi açıqlamasını da vermiş oldu. Amma eyni zamanda da deyir, ilkin razılaşmalar var ixrac prosesi ilə bağlı. Maraqlıdır, Ermənistandan Azərbaycana nə ixrac edilə bilər? Əslində bilirsiniz ki, Statistika Komitəsinin müvafiq məlumatları ilə Ermənistandan Azərbaycana təqribən çox az miqdarda da olsa artıq müəyyən məhsullar, mallar daxil olub. Düzdür, bu daha çox fərdi səviyyədə olan bir məbləğə daha çox bənzəyir, nəinki dövlətlər arası ixrac, amma istənilən halda bu bir addımdır. Bilirsiniz, Cənab İlham Əliyev ən çətindən nail oldu. Bu bölgədə işğala təcavüzə son qoydu. Ermənistanın özünü miflərin əsarətindən qurtardı və Ermənistana yeni bir siyasi gündəm verdi ki, nəhayət onlar da suveren olsunlar. Çox sevindirici haldır ki, Ermənistanın özü bugün artıq həmin o suverenliyin mahiyyətini anlamağa başlayıb. Məsələn, Azərbaycanla əməkdaşlığın daha çox fayda verdiyi, onlar o qənaətə gələ biliblər, nəinki Azərbaycanla düşmənçilik şəraiti. Amma siyasi ifadələr, siyasi bəyanatlar bir yerə qədər. Siyasi bəyanatlar əgər iqtisadi zəminə, sosial zəminə əsaslanmasa, xalqlar arasında uzun müddət bizdən qaynaqlanmayan o düşmənçilik heç bir halda sona yetə bilməz. Amma ticari məsələlər ortaya daxil olsa, erməni insanı gündəlik həyatında Azərbaycanla əməkdaşlığın vacibliyini dərk etsə, məsələn, yanacaq qiymətləri ilə bağlı artıq bunu dərk etdik ki, Azərbaycanla əməkdaşlıq daha ucuz yanacaq deməkdir, nəinki digər ölkələrdən aldıqları və yaxud da Azərbaycandan hansısa formada gələcəkdə digər məhsullar
tutaq ki, Ermənistan Azərbaycandan əgər qaz alarsa, bu eyni zamanda Ermənistanın asılılıqdan qurtulması olacaq. Və yaxud da Ermənistan Zəngəzur dəhlizinə qoşularsa, bu Ermənistanın qərbə çıxan qapısı olacaq. Azərbaycan-Türkiyə münasibətləri fonunda Ermənistan bunu çox yaxşı dərk edir və bu mənada Ermənistan tərəfinin də son dövrlər istər Ermənistanın baş nazirinin elə brifinqdə, ən son brifinqdə, o cümlədən Ermənistan parlamentinin sədri bilirsiniz ki, dünən elə Azərbaycan televiziya kanallarına, dövlət televiziyası başda olmaqla müsahibələr verdi. Orada ifadə etdiyi mövqeyi, Ermənistan Xarici İşlər Nazirinin mövqeyi, bunlar hamısı kifayət qədər ciddi siqnallardır ki, erməni tərəfi nəhayət bu prosesdə praqmatik davrana bilir. Bəli, bilirsiniz, bu həmin o erməni iqtidarı, mövcud erməni iqtidarı Qarabağ Ermənistandır, nöqtə deyən iqtidardır. Bunları bu vəziyyətə aidiyyət formada Cənab İlham Əliyevin həyata keçirdiyi çox vektorlu kurs gətirib çıxardır və indiki vəziyyətdən biz razıyıq. Məsələn, bu günlərdə elə Qazax istiqamətində daha 5 postun təhvil verilməsi bu özü delimitasiya, demarkasiya prosesinin uğurla davamlılığından xəbər verir. Yəni, bütövlükdə münasibətlərin inkişaf tendensiyası bizi qane edir. Eyni zamanda çox vacib bir məqam da ondan ibarətdir ki, Ermənistandakı revanşist kəsim artıq tam şəkildə mövqeyini müəyyən edib erməni xalqı və bilirlər ki, mövcud seçimlərdə, qarşıdan gələn seçimlərdə ya sülhə səs verməlidirlər, bu Paşinyanın və ona bağlı qüvvələrin timsalında, ya da müharibəyə. Və müharibə də Ermənistan üçün nələrlə nəticələnəcək, hətta ən revanşist, ən kəskin xüsusiyyətlərə malik o cəmiyyət təbəqələri belə bunları yaxşı başa düşürlər. Və indiki məqamda təbii ki, ticari əlaqələrin genişlənməsi, iki tərəfli ticari əlaqələrin artıq, yəni həm də Azərbaycandan məhsullar ixrac olunduğu kimi Ermənistandan da müəyyən məhsulların idxal olunması məsələsi bu təbii ki, gündəmə gəlməli idi. Hansı məhsullar olacaq, bunu təbii ki, aidiyyəti mütəxəssislər daha dəqiq deyə bilər və Ermənistanda istehsal olunan hansı məhsullara bizim və yaxud hansı xidmətlərə bizim gələcəkdə ehtiyacımız ola bilər, bunu zaman müəyyən edəcək və amma əminəm ki, hökumət rəsmlərində, yəni konkret bu danışıqları aparan, qarşılıqlı siyahıları mübadilə edən aidiyyəti rəsmlərdə, aidiyyəti proqramlarda bununla bağlı detallı, yəqin ki, artıq ilkin məlumatlar müəyyən olunub, artıq bu mübadilə məsələlərində, yəqin ki, fikir mübadilə məsələlərində gələcəkdə bu daha çox aydın üzə çıxacaq. Elə Konstanyanın bu mövzuda müsahibəsi də var. Azərbaycan və Ermənistan arasında ticarət üçün potensial məhsullar siyahısı mübadilə olunub. Bu barədə Ermənistan Xarici İşlər Nazirinin müavini Van Konstanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən Cənubi Qafqaz strateji mərkəzə çevrilmə yolunda adlı panel sessiyasından sonra jurnalistlərə açıqlamasında deyib. İndi o müsahibəni izləyək. Ermənistan və Azərbaycan arasında ticarət və iqtisadi əlaqələr sahəsində artıq müəyyən addımlar atılıb. Məsələn, biz Azərbaycandan benzin ixal etmişik. Həmçinin hər iki ölkə arasında ticarət üçün potensial məhsulların siyahısı mübadilə olunub və hansı malların ixrac oluna biləcəyi barədə ilkin razılaşmalar mövcuddur. Ümid edirik ki, bu proses yekunlaşdıqdan sonra rəsmi açıqlama da veriləcək. Kifayət qədər məlumat verdiniz bu barədə. Yəni, həqiqətən də bu proses davamlı surətdə davam edir və Azərbaycan təbii ki, yüklərin daşınmasında Ermənistana kifayət qədər irəli addım ataraq müəyyən yüklərin daşınmasına şərait yaradır. Müəyyən deyəndə ki, artıq Azərbaycan özü də idxal eləyib, ixrac eləyib xaricə və belə deyək Ermənistana və eyni zamanda da Rusiyadan gələn bir çox məhsulların İrəvana çatdırılmasında bilavasitə rol oynayıb və İrəvan da bunu çox şükür ki, dərk eləyir. Amma eyni zamanda başqa istiqamətdə də açıqlamalar var ki, məsələn, panel iclaslardan birində belə bir fikirdə səsləndi ki, Tramp marşrutu Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yeni strateji bağlantı yaradacaq. Bunu Cənubi Qafqaz 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən Cənubi Qafqaz formalaşmaqda olan strateji mərkəz panelində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Azərbaycan etibarlı tərəfdaş kimi enerji ilə yanaşı qlobal logistika təchizat xətlərində də mühüm rol oynayır. Yeni strateji bağlantı nə vaxtda reallaşa bilər? Biz
dünən elə Ermənistan mediasında belə bir məlumat var idi ki, fəal surətdə proses gedir. Yəni TRIP layihəsi üçün artıq müəyyən görüşlər keçirilib və biz bunu ilin əvvəlindən də bilirik ki, Ermənistanda bununla bağlı görüşlər keçirilməkdə idi və artıq bu proses tərpəniş nöqtəsindədir. Yəni belə bir açıqlamalar da verilməkdədir. İndi biz nə vaxta gözləyək bu yeni strateji bağlantını? Əslində bununla bağlı əsas olan siyasi iradədir və Azərbaycan hələ 10 noyabr bəyanatından sonra bununla bağlı Ermənistanda müxtəlif istiqamətlərdən siqnallar göndərir. Hətta müəyyən mənada Ermənistan ətrafında təzyiq mühiti formalaşdırmağa çalışır ki, gec-tez açılacaq yolun ləngidilməsinə ehtiyac yoxdur. Və biz Ermənistandan artıq real nəticələri avqustun 8-dən sonra ötən ilin almağa başlamışıq və 2026-cı ilin ikinci yarısında, yəni seçkilərdən sonraki dövrdə texniki əsaslandırmanın başa çatacağı ilə bağlı müəyyən fikirlər var. Bilirsiniz ki, Azərbaycan istiqamətində işlərin 80-90% həm avtomobil yolu, həm quru yolu demək olar ki, hazırdır. Və Ermənistanda da uzun bir yol olmayacağını, cəmi 44 kilometrlik bir yol olacağını nəzərə alaraq hesab etmək olar ki, artıq gələn ilin sonlarına doğru müəyyən nəticələr proqnozlaşdırmaq olar. Amma əlbəttə ki, bu siyasi stabillikdən, Ermənistanda vəziyyətdən, seçkilərin nəticələrindən və s. çox asılıdır. İstənilən halda Ermənistanda kimin hakimiyyətdə olmasına baxmayaraq, Azərbaycanın müvafiq olaraq müəyyən etdiyi o hərbi, siyasi, iqtisadi və hətta sosial konfigurasiyanı kimsə dəyişə bilməyəcək. Amma bu proses biraz ləngiyə və yaxud biraz tezləşə bilər ki, biz də nəzərə alaq ki, artıq Azərbaycan prezidenti qlobal maraqları bu bölgədə uzlaşdıra bilib, Ermənistanın özünün maraqlarını nəhayət uzlaşdıra bilib və Ermənistandakı o mifi qırıb başa sala bilib ki, Tramp yolu və yaxud daha dəqiq desək, Zəngəzur dəhlizi özlüyündə Ermənistanın suverenliyinə təhdid yox, bu bölgədə qeyri-praqmatik davranışlar nümayiş etdirən imperialist güclər üçün təhdiddir və ermənilər də tədricən başa düşüb ki, suverenliyə təhdid yox, bu onların suverenliyinin möhkəmləndirilməsi üçün iqtisadi imkandır. Və bu mənada bugün Ermənistan hakimiyyətinin nümayiş etdirdiyi o bəyanatlar, mövqeylər gecikmiş də olsa artıq qənaət bəxşdir və mən indiki məqamda Tramp layihəsinin qarşısında ən böyük, Zəngəzur dəhlizi qarşısında ən böyük maneənin sadəcə belə deyək, texniki prosedurların qaldığını düşünürəm. Yəni, Ermənistan prinsipçi artıq proseslərə tam şəkildə razıdır və Azərbaycanla daha qısa yolla, Azərbaycan üzərindən, eyni zamanda, məsələn, Orta Asiyanın zəngin ehtiyatlarını təsəvvür edin. Bir hissəsi Ermənistan da ondan fayda götürür. Həmin o tranzitlərin daşınmasından Ermənistan da fayda götürür. Çindən Londona gedən yüklərdən Ermənistan da, məhz Azərbaycan prezidentinin reallaşdırdığı bu siyasi konfigurasiya formatında Ermənistan da artıq faydalanan tərəf kimi çıxış edir. Nəzərə alaq ki, 5 il əvvələ qədər, 3 il əvvələ qədər, hətta indinin özündə Azərbaycan məhdudiyyətləri götürənə qədər Ermənistan tam sıfır dalan dövləti idi. Amma bugün artıq Orta dəhlizin bir hissəsinə çevrilmə şansı əldə edib və bu mənada hesab edirəm ki, o texniki prosedurlar da təqribən bir il yarıma aradan qaldırılması potensialına malikdir. Maraqlıdır ki, Hikmət Hacıyevin daha bir açıqlaması var. Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlıq prosesi genişlənməkdədir. Biz uzun müddətli perspektivdə yeni regional təhlükəsizlik arxitekturası da qururuq və bütün ölkələr üçün sülh və təhlükəsizliyi təmin etməyə çalışırıq. Və bu əməkdaşlıq modeli sizcə elə beləcə də davam edəcəkmi? Əslində, bugünə qədər əməkdaşlıq modeli qarşısında ciddi problemlər var idi. Məsələn, 3+3 formatı ilə bərabər biz Gürcüstan-Rusiya münasibətləri zəminində gərginliklər, hər hədə Gürcüstan ərazilərində Gürcü dövlətinin nəzarətinin olmaması Gürcüstanı bu masaya gəlməyə qoymurdu. Azərbaycan-Ermənistan arasında problemlər, Ermənistanın işğalçılıq siyasətindən doğan və daha sonra mifik ideyalardan əl çəkmək istəməməsi bu formatı reallaşdırmağa imkan verilmirdi. Daha sonra Rusiya-Ukrayna münaqişəsi, daha sonra İranla ətrafında baş verənlər, bunlar hamısı problemlər yaradırdı. Amma bugün artıq Cənubi Qafqazda faktiki olaraq 3 ölkə arasında, Azərbaycan-Gürcüstan arasında xüsusi problem heç zaman olmayıb. Ermənistanla Gürcüstan arasında da zaman-zaman yenidən Ermənistandan qaynaqlanan separat mənşəli addımlar atılsa da orada da xüsusi bir problem yoxdur. Azərbaycan-Ermənistan problemini də həll etdiyinə görə artıq çox ciddi təhlükəsizlik konfigurasiyası, o dediyimiz Qafqaz evi modelinin qurulması üçün ciddi imkanlar var. Dövlətlərin öz suverenliyini qorumaqla, çox ciddi iqtisadi bağ quraraq mövcud coğrafiyamızı biz nəhayət
Azərbaycan prezidenti necə ki Azərbaycan üçün dividendə çevirib, bütövlükdə Cənubi Qafqaz kimi mürəkkəb bir geosiyasi coğrafiyanı biz nəhayət bu bölgə üçün, bölgə xalqları üçün, hər bir erməni, hər bir gürcü üçün, hər bir azərbaycanlı olduğu kimi dividendə çevirə bilərik. Aha, bu günlərdə Paşinyanın bugün brifinqdə səsləndirdiyi fikirlərə də indi diqqət yetirəcəyik, amma bu günlərdə Paşinyan belə bir açıqlama verdi ki, yeni konstitusiya qəbul edilmədən məhkəmə sistemindəki problemlərin həllini qeyri-mümkün hesab edir və deyək ki, hesab edirəm ki, məhkəmə sahəsindəki problemlərin əhəmiyyətli hissəsi yeni konstitusiya qəbul edilmədən həll etmək mümkün olmayacaq. Yəni, belə bir açıqlamalarla, mütəmadi olaraq Ermənistan rəsmilərindən bu cür açıqlamalar eşidirik. Tez bir zamanda bu prosesə gediləcəyini mi düşünək, ya necə? İstənilən halda Ermənistan konstitusion dəyişikliklərin labid olduğunu başa düşür. Yəni, biz burada seçimi aydın etməliyik. Ermənistan konstitusiya dəyişikliyi dedikdə hələ aydın formada Ermənistan konstitusiyasının preambulasında Azərbaycana olan ərazi iddialarından, o cümlədən Ermənistan konstitusiyasının mətnində Türkiyəyə olan ərazi iddialarından imtina edəcəyi anlamına gəlmir. Amma digər tərəfdən də Ermənistan rəhbərliyinin artıq dəfələrlə konstitusion islahat barədə danışması əslində həm də buna siqnal kimi yönələ bilər. Amma niyə konkret ad çəkmir sualının cavabı isə qarşıdan gələn seçkilərdir. Çox güman ki, Ermənistan hələ də əsirə çevrilmiş, o miflərin əsrinə çevrilmiş əhalinin, belə deyək, illərdir formalaşan o miflərini indiki məqamda seçki ərəfəsi dağıdıb özünə düşmən qazanmaq istəmir mövcud hakimiyyət. Amma ona görə də ehtiyatlı davranır. Ehtiyatlı davranır, amma istənilən halda mövcud ritorika, xüsusən əməkdaşlıq və s. Bu barədə artıq ilkin ehtimallar irəli sürməyə imkan verir ki, Ermənistan konstitusiyasındakı islahatlar həm də Azərbaycanı və eyni zamanda Türkiyənin narahat edən o bəndlərin konstitusiya mətnindən çıxarılması ilə nəticələnəcək. Faktiki olaraq bugün Azərbaycan və Ermənistan arasında yekun sülhün imzalanması qarşısında yeganə bir maneə məhz həmin konstitusiyon müddəadır. Ermənistan tərəfi də bunu yaxşı dərk edir. Eyni zamanda Ermənistan tərəfi məhkəmə islahatları barədə danışırsa və bugün həm də Ermənistanın ayrı-ayrı dairələrinin, eləcə də Ermənistan rəhbərliyinin zamanla konstitusiyanın müvafiq preambulasındakı müvafiq müddəanın Konstitusiya Məhkəməsinin qərarı ilə aradan qaldırılması barədə verdiyi qeyri-hüquqi yanaşmalar da tədricən aradan qalxmış olacaq. Yəni, o qarışıqlıq Ermənistanın hüquq sistemində, məhkəmə sistemində konstitusiya müdaxilə imkanları ilə bağlı qəbul edilməz bu yanaşma, hətta deyək, biraz primitiv yanaşma da aradan qalxmış olacaq. İndiki halda, bəli, Ermənistan konstitusiya islahatları bir mənalı şəkildə seçkilərdən sonra labüddür. Bizli, bizsiz bu olacaq, amma biz ümid edirik və mövcud reallıqda onu deməyə imkan verir ki, Ermənistan nəhayət o Azərbaycanla yekun sülhə gedən yolda əsas əngəli də o preambuladakı müvafiq isnadda aradan qaldırılmış olacaq. Aha. Bəlkə də ehtiyatdandırmı bugünkü brifinqdə də Rusiya ilə münasibətləri də dilə gətirərkən sanki Paşinyan ehtiyatlı davranmağa çalışıb. Ermənistan və Rusiya hərbi texniki sahədə əldə edilmiş razılaşmaların icrasını davam etdirmək barədə razılığa gəliblər. Nikol Paşinyan brifinqdə jurnalistlərə bildirib və Rusiya ilə bizim hərbi texniki əməkdaşlığımız var idi. Bir mərhələdə bu əməkdaşlıq əhəmiyyətli dərəcədə azalmışdı və dayanmışdı. Onun sözlərinə görə Moskvaya son səfəri və Rusiya prezidenti Vladimir Putinlə görüş çərçivəsində hərbi texniki əməkdaşlıq sayəsində əvvəl əldə olunmuş razılaşmaların icra edilməsi barədə razılıq əldə olunub. Sanki razılığa gəlinib. Bundan sonra münasibətlər hansı məcrada inkişaf edə bilər? Gəlin başqa bir istiqamətdən baxaq. Təsəvvür edin, Paşinyan Moskvaya gedib, Moskvada yüksək səviyyəli görüş keçirib. O görüşdə hansı tonlarla davam etdi, biz gördük, hansı gərginliklərlə. Və Paşinyan qayıdıb jurnalistlər qarşısındadır. Paşinyanın necə deməyi daha doğru olardı? Biz Rusiya ilə bundan sonra əməkdaşlıq etməyəcəyikmi? Bu təbii ki, anlaşılmaz olardı. Əlbəttə, Ermənistan bu kimi bəyanatları verir və bu həm diplomatik etiketə uyğundur, həm də, amma kökünə baxdıqda o qədər də ciddi perspektiv vəd etmir. Ona görə ki, birincisi, Ermənistan indiki məqamda kimə qarşı silahlanır? Erməni rəhbərliyi özü də bunu yaxşı başa düşür ki, Azərbaycan tərəfindən təhdid yoxdur, Gürcüstan tərəfindən təhdid yoxdur. İkincisi, Rusiya Ukrayna ilə münaqişədə olduğu zamanda, ən böyük müttəfiqi İran ciddi problemlərlə üzləşdiyi məqamda, Venezuelanı itirdiyi bir məqamda, Suriyada mövqeylərini itirdiyi bir məqamda, hansı ki, ora silah çatdırmayan Rusiya Ermənistana silah texnika ixrac edəcəkmi? Bu qədər
indiki proseslər o qədər də sadə deyil. Əlbəttə, Ermənistanın da, Rusiyanın da öz razılaşmalarına, əvvəlki dövr razılaşmalarına sadiq qaldıqlarını bəyan etməsi bu beynəlxalq hüququn ümumi normalarında əksini tapan o pacta sunt servanda, yəni öhdəliklərə sədaqət zəmininin davam etməsini göstərən bir siyasi jest. Amma bu nə qədər praktik olacaq? Siyasi iradə var, amma nə qədər praktik olacaq, bu sonranın cavabıdır. Digər tərəfdən də əlbəttə Ermənistanın bu kimi bəyanatları indiki halda təhdid kimi görünmür. Təhdid elementinə bunu çevirmək istəyənlər isə başa düşməlidir ki, həmin silahların, sursatların daha güclüsü 5 il əvvəl var idi. İndiki məqamda əlbəttə ki, nə Azərbaycan rəsmilərinin, nə Ermənistan rəsmisinin hansısa formada hərbi ritorikaya yönəlməsi, efirlərdə bu istiqamətdə daha çox qarşılıqlı təhdidlər səsləndirilməsi mən hesab edirəm ki, yaxşı olmaz, arzu olunan deyil. Biz qarşılıqlı cəmiyyətlərin etimad quruculuğunu həyata keçiririk. Amma əlbəttə, indiki halda dəyişməyən həqiqətlər var və o həqiqətlərdən də biri ondan ibarətdir ki, bu bölgədə artıq Azərbaycana qarşı hər hansı hərbi siyasi texniki əməkdaşlığın perspektivi yoxdur. Bugün Azərbaycana münasibətdə ən yaxşı yanaşma bərabər hüquqlu tərəfdaşlıqdır ki, bu tərəfdaşlıqdan yalnız və yalnız fayda götürmək olar. Brifinqdə Paşinyanın daha bir açıqlaması olub ki, Türk hava yollarının Gümrüyə də uçuşlara başlaması mümkündür. Türk hava yollarının İrəvana uçuşlarının bərpası Çində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi razılaşmalar nəticəsində mümkün olub. Türkiyə və Azərbaycanla əlaqələrin artıq işgüzar gündəliyə daxil edilməsi üçün vaxt çoxdan çatıb. Bundan sonra bu istiqamətdə nələri müşahidə edə biləcəyik? Əslində Gümrü ilə İrəvan arasında o qədər də məsafə yoxdur ki, bugün hansısa erməni Türkiyəyə Gümrü üzərindən gedib gəlməyə Yəni biz bilirik İrəvan daha çox nəyə can atır? Sərhədlərin açılmasına. Əlbəttə, amma indiki məqamda əlbəttə sərhədlərin açılması qarşısında faktiki maneə nədir onu da bilirik. Təbii ki, əgər biz Zəngəzur dəhlizindən danışırıqsa, Zəngəzur dəhlizinin davamı da olmalıdır. Ermənistan üzərindən də Türkiyəyə keçid barədə artıq sir deyil ki, kifayət qədər ciddi müzakirələr var. Bunlar hamısı mərhələli məsələlərdir. Bəli, Türkiyə prezidenti heç vaxt Ermənistanla sərhədlərin açılmasının qarşı olmayıb. Azərbaycan özü də heç vaxt Ermənistan-Türkiyə sərhədlərinin açılmasının əleyhinə çıxış etməyib. Bir şərtlə ki, Ermənistan o mövqeyini dəyişsin. Ermənistan işğalçı, təcavüzkar mövqeyini bir kənara qoyub, regional, işlək, iqtisadi əməkdaşlıq xabının vacib zənciri kimi çıxış etsin, nəinki militarist bir dairə kimi. Belə olan təqdirdə əlbəttə o sərhədlərin açılması Azərbaycan üçün də faydalıdır, Ermənistan üçün də faydalıdır, Türkiyə üçün də. O cümlədən də hava sərhədləri ilə bağlı o əlaqələrin genişlənməsi. Amma indiki məqamda bir daha deyirik, bütün proseslər Azərbaycan-Ermənistan sülh müqaviləsinin ən qısa zamanda imzalanmasından keçir.